Əziz tamaşaçılar, indi isə bir neçə gündür ki, artıq sarsıldığımız bir xəbəri diqqətinizə çatdırmaq istəyirik. Rusiya Federasiyasının Yekaterinburg şəhərində yaşayan azərbaycanlılara bağlı üzücü bir xəbər gündəmə zəbt edib. Rusiya Federasiyasının güc strukturlarının qəfil basqını nəticəsində xeyli soydaşımız zərər görüb. Biz basqın nəticəsində həlak olanlara Allahdan rəhmət diləyirik. Yaxınlarına səbir arzulayırıq təbii ki. Xəsarət alanlara tezliklə şəfa diləyirik və həbs olunanlara isə biz yalnız və yalnız ədalətə çatmalarını arzulayırıq və inanırıq ki, tez bir zamanda ədalət, haqq öz sözünü deyəcək. Bizim Rusiyada əməkdaşımız Fərid hazırda bizlə canlı bağlantıdadır. Fərid, sabahınız xeyir olsun, xoş gördük sizi. Biz istərdik ki, son hadisələrlə bağlı məlumatı sizdən öyrənək. Rusiya rəsmi qurumları, xüsusən də Federal Təhlükəsizlik Xidməti bu əməliyyata dair hər hansısa bir rəsmi açıqlama veribmi və bu hadisələri necə əsaslandırırlar? Abbas ağa, hər vaxtınız xeyirli olsun. Biz Yekaterinburgdayıq, TV olaraq Yekaterinburgdayıq. O ki qaldı sualınıza qeyd etmək istəyirəm ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən bu barədə heç bir rəsmi açıqlama yoxdur. Ümumiyyətlə, Rusiya mətbuatında bu əməliyyatın Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirildiyinə dair heç bir xəbərlər verilmir. Ümumiyyətlə yazılır Rusiya hüquq mühafizə orqanları, demək Rosqvardiya, Milli Qvardiya, Rusiyanın Milli Qvardiyası, Rusiya İstintaq Komitəsi və xüsusi təyinatlar tərəfindən bu əməliyyat keçirilir. Ona görə də Federal Təhlükəsizlik Xidmətindən bu barədə heç bir açıqlama olmayıb və mən düşünürəm ki, bu barədə məhz bu qurumdan heç bir açıqlama da olmayacaq. Açıqlama təkcə Rusiya İstintaq Komitəsindən, Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional baş idarəsindən verilib. Həmin açıqlama da kifayət qədər qısa açıqlamadır və orada güya Azərbaycanlı etnik cinayətkar qrupun üzvlərinin saxlanıldığı və onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, xüsusən də 105.2, yəni bu qrup şəklində bir və ya iki və daha çox şəxsi öldürmə, sifarişli qətl, adam öldürməyə cəhd, bu maddələrlə ittihamlar irəli sürülüb. Yəni açıqlama, rəsmi açıqlama ancaq bundan ibarətdir. Bəs hazırda saxlanılanlarla bağlı hər hansı bir məlumat varmı? Saxlanılanlarla bağlı məlumat ondan ibarətdir ki, bildiyiniz kimi iyunun 29-unda həmin saxlanılan azərbaycanlıların məhkəməsi keçirildi. Bu məhkəmə əsasən həmin azərbaycanlılar barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə əlaqədar idi. O azərbaycanlılardan 6 nəfər məhkəməyə qarşısına çıxarıldı və onlardan 3-ü barəsində 22 günlük həbs qəti imkan tədbiri seçildi. Digər 3 nəfər barədə isə 3 günlük, 3 sutqa 72 saatlıq həbs qəti imkan tədbiri seçildi. Həmin o 3 gündən sonra yenidən onların məhkəməsi olacaq və həmin məhkəmədə onların barəsində həbs qəti imkan tədbirinin uzadılmasına baxacaq. Bildiyiniz kimi bu insident iyunun 27-sində baş verən zaman daha 3 azərbaycanlı həm yerlimiz xəstəxanaya yerləşdirilmişdi. Onlar isə sərbəst buraxılıblar. Onlar barəsində cinayət işinin açılmasına dair heç bir məlumat yoxdur. Və məlum olduğu kimi bu hadisə bir neçə gündür ki, gündəmə zəbt edib. Azərbaycan səfirliyi və konsulluğunda bəllidir ki, hər birimiz nəinki onlar, hər birimiz Azərbaycan dövlətidir, bu işdən narahatdır və bizim də mövqeyimiz bəllidir. Bununla bağlı istərdim Azərbaycanlı, yəni söhbət Azərbaycanın səfirliyindən, konsulluğundan gedir. Onların hazırki iş prinsiplərindən, yəni kontaktlar varmı? Əlbəttə ki, bu hadisə baş verən ilk gündən, ilk dəqiqələrdən etibarən Azərbaycanın Rusiyadakı səfirliyi, xüsusən də Azərbaycanın Yekaterinburgdakı baş konsulluğu bu hadisələrə, yəni proseslərdə iştirak edir. Çünki Azərbaycanın baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev dünən məhkəmə prosesində də konsulluğun bütün əməkdaşları ilə birlikdə iştirak edirdi və bildiyiniz kimi saxlanılanlar arasında və bu insident nəticəsində təəssüf ki, işgəncə ilə öldürülənlər arasında bir Azərbaycan vətəndaşı da var. Bildiyiniz kimi bu insident nəticəsində 2 nəfər həyatını itirib, 2 qardaş. Bunlar Ziyaddin Səfərov və Hüseyin Səfərovdur. Hüseyin Səfərovun
Azərbaycan vətəndaşı olduğu bildirilib və saxlanılanlardan da birinin Azərbaycan Respublikası vətəndaşı olduğu bildirilir. Ona görə də Azərbaycanın Rusiyadakı baş konsulluğu bu proseslərdə yaxından iştirak edir və məndə olan məlumata görə onların vəkillərlə təmin olunmasında, ümumiyyətlə hüquqi cəhətdən müdafiəsinin təşkil olunmasında baş konsulluq iştirak edir və bugün həmin həlak olmuş şəxslərin cənazələrinin morqdan götürülməsində və Azərbaycana göndərilməsində də baş konsulluq, demək olar ki, bu işləri baş konsulluq və buradakı yerli Azərbaycan diasporu onların dəstəyi ilə həyata keçirilir. Fərid, mediadan da bəlli olduğu kimi biz görürük ki, o məhkəmə proseslərinə və digər hadisələrə medianın yaxınlaşmasına o qədər də şərait yaratmırlar, yəni qapalı olur proseslər. Ümumiyyətlə, Rus mediası cəmiyyətə bu hadisəni necə aşılayır? Siz izləyirsinizmi oradakı medianı? Əlbəttə ki, Rusiya mediası da bu prosesi yaxından izləyir. Rusiya mediasında bu hadisə etnik cinayətkar, Azərbaycanlardan ibarət etnik cinayətkar qrupun saxlanılması kimi təqdim olunur cəmiyyətə. Yəni, burada onlara işgəncə verilməsi faktları qeyd olunmur. Onlar cinayətin ancaq yerli media, yəni Yekaterinburg bir federal media deyil, yerli mediada bu cinayət haqqında bir sıra materiallar dərc olunub. Həmin hansı ki, bizim həmyerlərimizin ittiham olunduğu cinayətlər barədə bir sıra materiallar dərc olunub. Həmin materiallarda 2001, 2010 və 2011-ci ildə törədilmiş cinayətlərin məhz Azərbaycanlı bizim həmyerlərimiz tərəfindən törədildiyi barədə materiallar var. Amma dediyim kimi, federal media ancaq konkret olaraq, yəni qısa lakonik şəkildə bu cinayəti, yəni bu baş vermiş hadisəni etnik, Azərbaycanlardan ibarət etnik cinayətkar qrupun zərərsizləşdirilməsi, yəni onların saxlanılması kimi qələmə verməyə çalışır. Ümumiyyətlə, bu proses həm də ki, Rusiya mediası, federal media Azərbaycan tərəfinin reaksiyasında, Azərbaycan tərəfinin baş verən hadisələrə, baş verən insidentə reaksiyasını da verir. Azərbaycan tərəfindən, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı, sonra Azərbaycan Mədəniyyət Nazirliyinin Rusiya və Rusiyanın Azərbaycanda keçirildiyi mədəni tədbirlərin ləğv olunmasına dair məlumatları, belə deyərdim, manşetdən Rusiya federal mediası verir. Onların diqqətindədir, Rusiya mediasının diqqətindədir. Amma hadisənin təfərrüatları barədə dediyim kimi elə də geniş məlumat verilmir. Məqsəd ancaq bir şəkildə bu hadisəni etnik cinayətkar qrupun zərərsizləşdirilməsi kimi qələmə verməkdir, yəni Rusiya ictimaiyyətinə çatdırmaqdır. Fərid, biz sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun ətraflı dolğun məlumata görə. Bir daha vurğulayaq ki, əməkdaşımız Fərid bizə Rusiyadan canlı bağlantıya qoşuldu və baş verənlərə dair ən son məlumatları diqqətimizə çatdırdı. İrəliyən dəqiqələrdə də biz bu mövzudan danışacağıq. Həm siyasi icmalımızda, həm də studiyamızın qonağı olacaq. Çünki bu hər birimizi narahat edən bir mövzudur. Elə Fəridin də vurğuladığı kimi Rusiya Federasiyasının Yekaterinburg vilayətində etnik mənsubiyyətinə görə Azərbaycanlılara qarşı Rusiyanın hüquq mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq Rusiya ilə dövlət və özəl müəssisələrinin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir. Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onların platformalarına müraciət edə bilərlər. Bu rəsmi açıqlamanı isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bildirilib və təbii ki, buna dair siz də sosial medialarda, xəbər portallarında xeyli xəbərləri görmüsünüz. Biz də ən son məlumatları ilə gördüyünüz kimi canlı bağlantı vasitəsilə və irəliyən dəqiqələrdə studiyamızın qonaqlarının müzakirəsi vasitəsilə sizə çatdıracağıq.